Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya vel murselin seyyid Muhammedin ve ala alihi ve ashabihi ecmaîn ama ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aleykümselam. Elhamdülillah arkadaşlar, bugün 11. gündür artık iftar. Elhamdülillah, Allah'a hamd olsun ki bugünü de tuttuk. Tam bitirdik, pozmadık elhamdülillah, çalıştık. İbadetimiz kamil olsun, bozulmasın. Ve bu her bir ibadete ait. Her defa Müslüman her bir ibadeti çalışmalıdır. Evvelden sonacan necə lazım da olsun. Pozmasın, azaltmasın. Ne gelip onu eləsin. Əsas da əməldə nədir? Birinci qəlbə əməl, o da ixlas. İkinci de zahiri əməl, o da Peyğəmbər sallallahu aleyhi ve sellem necə eləyib o cür. Din budur. Çünkü qəlb mühümdür. Qəlb zahirlə uyğun gəlməlidir. Eyni olmalıdır. Yox, qəlb başqadırsa, zahir başqa işlə. Allah dərgahında onun qiyməti yoxdur. Eğer sen istənsən, Allah dərgahında əməlin qiymətli olsun, sayılsın, Allah sevsin səni, qəbul etsin. Gerək qəlblə zahir eyni olmalıdır. Ona görə qəlbə əməl nədir? İxlas. Hər bir ibadətdə ixlas olmalıdır. İxlasın əksi nədir? Riya. Riya ibadəti pozur. İptal da, batil de edir. Ona göre İslam riyanı xoşlamır. İslam xoşlayır təmizliyi. Daxilən təmizliyi, həmçinin zahirən təmizliyi. Eğer ümumən əhkamlarına fikir versə, təmizliyi xoşlayır. Lakin ən birinci daxili təmizlik. Ona göre qardaşlar, elhamdülillah bu ay, bu əməl hamısı fəzilətdir. Və bizə ən birinci Allahla ixlaslı olmağı öğretir bu əməl. Çünkü orucluq, qardaşlar, orucluq elə ibadətdir ki, başqalarının içində seçilir ibadətlərdə. Ona görə İmam Əhməd deyir ki, orucluqda riya yoxdur. Çünkü sen mesela girib evə yiyib içə bilərsən. Lakin cəmaatı arasında necə sən yiyib içmirsən, evdə də yiyib içmirsən. Yani orucluqda riya yoxdur. Neyse özü göstermeyi vesaire. Yani oruçluk bize bunu öğretir. Yani böyük məktəblər, biz böyük bir məktəb değil, bir aylıq. Ən birinci əməllərindən bize öğretir, əməllərimizin Allah üçün eləməyi. Həmçinin yani bizi öğreden məsələlərdən də biri səbirdir. Səbir mühümdür. Her bir şeyde. Xüsusən dəvətdə. Səbir Allah Subhanahu taala adlarından biridir. Və səbrin mənası nədir? Ərəb dilində yəni həbs eləyirsən nəfsivi həbs eləmək, dözmək. Və ona görə Allah Subhanahu taala səbr edənləri sevir. Allah Subhanahu taala deyir, o səbr edənlərdendir. Ve Allah səbirə fikir versə, səbir üç qismdir, necə alimlər buyurur. Allahın qədərinə səbir eləmək, itaətdə səbir eləmək, asiliyə səbir eləmək, yəni günahları səbir eləmək. Bunlar mühümdür. Onlardan da biri nədir? İtaətdə səbir eləmək. Çünkü itaat eləmək də asan değil. Dünya zinətləri çoxdur. Şəhvət çoxdur. Azdırmaq çoxdur. Ola ki, sən nə edirsən? İtaətə səbir edirsən. Nəfsi boğursan, gedmirsən harama. İtaət edirsən, ibadət edirsən. Bizə dərsdə oturursan, iftarda oturursan, namazlarda oturursan, gözləyirsən o birisi namazı.
Bu səbirə ehtiyac var. Səbir olmasa heç nə. Eləyə bilməyəcəksən bunları. Dəvət səbirə ehtiyac var. Allah Teala buyurur ki: "Və l-asri innel insane lefi khusr illellezine amenu ve amilus salihat ve tevasav bil hakki ve tevasav bis sabr." Allah Subhanahu taala buyurur, bütün insanlar xəsarət içindədir. İstisna kimlərdir? 4 nəfər. 4 qism, 4 sifətdə olan insan. 4 sifətdə. Onlar ki, iman gətirdilər, salih əməl sahibləri oldular, haqqı tövsiyə etdilər bir-birlərinə və səbri tövsiyə elədilər bir-birlərinə. Ona görə səbir mühümdür. Dəvətdə xüsusən, dəvətdə tələsmək olmaz. Sən fikirləşmə ki, sən dediyin hamısı qəbul edəcək. Elə şey olmur. Hətta peyğəmbərlərin olmadı. Peyğəmbərlər özü də bizi kimi dəvət eləmədilər ki. Biz ildə bir dəfə danışırıq. Nuh Aleyhisselamı Allah Teala vəsf edir onun dəvətini. Gecə gündüz deyir dəvət edir. Gecə gündüz. Nuh Aleyhisselam. Nuh Aleyhisselam da 950 il yaşayıb. O vaxt insanlar həm böyük idilər cismən, həm də həyatları uzun idi. Lakin get-gedə azalır və insanlar cılızlaşır. Hədisdə gəlib necə. Ona görə görmürsən, heyvanlar, qabaq heyvanlar böyük idi. İndi get-gedə azalır, balacalaşır. İnsanlar da həmçinin. Ona görə qardaşlar, itaətə səbir eləmək vacibdir. Və itaətdə də səbir 3 qismdir. İbadətdə səbir 3 qismdir. İbadətdən qabaq səbir, ibadətin əsnasında səbir, ibadətdən sonra səbir. İbadətdən qabaq səbir, yəni namazı vaxtı gözləyirsən, məsələn, ibadəti gözləyirsən. Neysə gözləyirsən, hansısa bir ibadəti yerinə yetirməyə. Namaza hazırlaşmaq üçün dastamazı qeyb alırsan. Səbir istəyir, vaxt istəyir. Vaxt ayırmalısın gerək. Daxilən təmizlənsən, boynunda qüsül varsa çemirsən. Hamısı ne üçündür? Hamısı namaz qılmaq üçün. Bir dənə təsəvvür edin, namazı yerinə yetirmək üçün sən ondan qabağa nələrdən keçməlisən. Başqa cür olmayacaq. Yoxsa namaz qəbul deyil. Deməli, ibadətdən qabaq səbir. Həmçinin ibadəti içində səbir. Dayanmalısan, qiyam, rükû, hərdən elə imam ola bilər, uzada bilər. Xüsusən taravihlər məsələn, sən Kəbədəsən. Hələ nə olur ki, qunut yarım saat çəkir. Səbirə ehtiyac var. Və ya həcdir. Minada dayanmaq, səbirə ehtiyac var. İbadət əsnasında səbir. Və ya elmdir. Elm məclisinə gəlmişsən. Yarım saat çəkir, 40 dəqiqə. Deylə qardaşlar var, çox danışır. Yarım saat, saat yarım. Oturub qulaq asın. Elm məclisində oturmaq da ibadətdir. Elm tələb eləmək ibadətdir. Həmçinin qardaşlar, ibadətdən sonra olan səbir. İbadətdən sonra olan səbir. O da səbirə ehtiyac var. Gözləyirsən o birisi ibadəti, hazır vəziyyətdə qalırsan daima. Ki, o ibadəti yerinə yetirmək üçün. Başqa ibadətləri eləyirsən. Səbirə ehtiyac var. Ona görə Allah Teala buyurur ki: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Allah'a ibadət elə hətta yəqinliyə gələnəcək. Yəqinliyə yəni ölümə. Ölümə gələnəcək, yəni ölüm gələnəcək ibadətdə ol. Bu da səbir istəyir. Adam var səbirsiz də eləmir. Nə qədər insanlar var, görürsən, deyirsən oruçla tutmursan, deyir səbrim çatmır. Səbrim çatmır, gözləyəmirəm axşam namazında. Səbrim çatmır. Və ya bunu səbrim çatmır, olmaz. Ona görə bu Ramazan tərbiyədir. Nəfsi tərbiyə eləyirik biz, qardaşlar. Nəfsi tərbiyə eləyirik. Yaxşı cəhdə, yaxşı istiqamətə. İbadətdə hamısı belədir. Heç bir ibadət səni zərərə və şərə yönətməz. Hər bir ibadət fikir verirsiniz, xeyrə yönəldir. Hər cəhətdən. Allah'a yaxınlaşmağa, nəfsivə qalib gəlməyə, şeytana qalib gəlməyə. Ona görə
Dinimiz nədir? Əmin-amanlıq. Yəni görürsən Ramazanda çalışsan, özü aparırsan, dilvə fikir versən, danışıq var, baxış var, qulaq asmaq var. Hətta hədisdə gəlir ki, kimsə səni söysə, ona deyirən ki, mən olacam. Demir, sən onu qaytar söyməyə. Sonra deyir, yenə söysə, deyir, mən olacam. Mən olacam. Təsəvvürlə, yəni ne üçün qardaşlar ibadəti qoruyuruq? İbadəti qorumaq lazımdır. O da mədə ki, sən söz dedi, oruçsan ağzında durub ona. Yəni sülhə gedginə. Qoyma ibadəti kimsə sənin korasın. Dinimiz bunu təbliğ edir bizə. Görürsünüz, dinimiz əmin-amanlıq dinidir. Onu təbliğ edir. Sadəcə düzgün başa düşmək lazım dinimizi qardaşlar. Onun üçün nə lazımdır? Oxumaq, düzgün adamların yanında, düzgün baxışlı olan adamların yanında, sağlam fikirli adamların yanında. Onları qulaq asmaq. Ancaq belə düzələ biləcəksən, özünü qoruya biləcəksən, həm ətrafı, həm də dəvəti qardaşlar. Yəni biz Allahın içində dəvəti necə qorumuşuq? Səbirlə. Yəni yollarından biri səbir idi. Səbir elədik. Elhamdülillah Allah Taala bərəkətləndirdi. Və bunu qardaşlar biz bunu tövsiyə edirəm özümə, hamımıza. Bu ibadət bu ay hələm əvvəl 10 günü gedib, indi ikinci 10 günlükdəyik. Hələm 3-cü qalıb. İnşallah nəsib eləsin, hamımız tutaq, bitirək. Yəni bu aydan istifadə edin. Bilin ki, bu bir tərbiyə də həmçinin biz öz nəfsimizi tərbiyə edirik. Yaxşı sifətləri özümüzə cəlb edirik, pis sifətləri uzaqlaşdırırıq. Allah Subhanahu taala bizə işin faydalarından etsin. Allah bizi dində sabit etsin. Allah müsəlmanlara kömək olsun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah size bereket versin şeyh. Allah sizi korusun. Sizden görüşmeyi nasip eylesin.